Biabırçılıq. Azərbaycan komandası İslam Həmrəy oyunlarında 8 qızılla 10-cu yerdədir. Bu axşam Arseni Coyev və Ağanəzər Novruzov qızıl medallar belə qazansa, ən yaxşı halda 8-ci olacaq. Bu isə o deməkdir ki, 20 il bundan qabaq 1-ci İslam Həmrəliyi oyunlarında biz hələ həmin nəticəni təkrar edəcəyik. Və indi təsəvvür edirsiniz, bizim iki güləşçimiz vuruşur ki, biz tarixin ən pis nəticəsini təkrar edirik. Bunun günahı kimdədir? 8 qızıl bütün komandaya çox aşağı nəticədir. Lap olsun 10 qızıl. Lap olsun biz Marokkaya çatdıq, bizdən yuxarıda dayanan komandaya. Nigeriya çatdıq. Amma yenə də bu ölkənin idman problemləri hamısı göz qabağındadır. Hamı da bilir ki, bu problemləri həll etmək lazımdır. Amma mən bilmirəm bu problemlərlə kim məşğul olmalıdır. Və belə getsə 3 ildən sonra Los Angeles Olimpiyadasında Azərbaycan qızıl medalsız qala bilər. Ya da ki, ümidimizi çöndəririk legionerlərə, pul veririk, gəlirlər bizim üçün medal qazanırlar, biz də əl çalırıq, deyirik ki, əla. Bizə bu lazımdır.